Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, sizin əlinizdən həqiqi mənada təngə gəlmişəm. Artıq yorulmuşam sizin 141 qaynar xəttinizə zəng elib şikayət bildirməkdən, zəng eləməkdən, kontur istifadə eləməkdən həqiqətən yorulmuşam. Ramanı Safxoz Koroğlu istiqamətində fəaliyyət göstərən 162 saylı avtobusda günü bugünə qədər avtobusların dəyişdirilməsinə baxmayaraq artıq 2 həftədir, 3 həftədir avtobuslar yeniləri ilə əvəz olunub, kondisionerlər işləmir. Sürücülərə bildirəndə deyirlər ki, gedin hara istəyirsiniz, kimə istəyirsiniz şikayət eləyin. Bizə heç bir tafotu yoxdur, işləmir kondisionerlər. Necə yəni işləmir? Qanuna niyə tabi olmursunuz? Bu qanunu çıxardan AYNA, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, bu qanunu çıxardan sizsiniz. Niyə bu avtobuslar sizin çıxartdığınız qaydalara, qanunlara əməl etmirlər? Baxın, bu videolar bir neçə gündə ard-arda hər gün çəkilmiş videolardır. Qapıları açıq sürürlər sürücülər. Çünki özləri istidən boğulurlar. Avtobusun içində balaca pəncərələr var. Nəfəs almaq olmur bu avtobusların içində. Qanunidir, baxın, belə avtobusun qapısını açıq sürmək. Ta ki kameralar olan yola çıxana qədər, aeroport yoluna çıxana qədər bu avtobusun qapıları belə açıq sürülür. Baxın, buradan da arxadan bugün çəkilib bu video. Bütün pəncərələr açıqdır, kondisionerlər istifadəyə verilmir, avtobusun içində nəfəs almaq olmur. Bu şikayəti kimə bildirək? Artıq yorulmuşam mən deməkdən də, yığmaqdan da, zəng etməkdən də, şikayət eləməkdən də, sürücülərlə mübahisə etməkdən də yorulmuşam. Sürücülər neynəsin yazıqlar? Siz onlara imkan vermirsiniz ki, o kondisionerləri qoşsunlar. Sürücülərə bildirəndə də deyirlər ki, biz neyniyə bilərik, bizə icazə vermirlər, kondisionerlər işləmir. Kimə deyək bu şikayətimizi, kimə müraciət eləyək?